Qriqori Qaqarin, Rus rəssamı, incəsənət tədqiqatçısı, Peterburq Rəssamlıq Akademiyasının prezidenti olmuşdur. Qafqazda hərbi xidmətdə olarkən burada yaşayan xalqların məişətinə aid tablolar, həmçinin portret, mənzərə rəsmləri və batal səhnələri çəkmişdir. Müxtəlif illərdə Qafqazda səyahət edərkən rəssam dəfələrlə Azərbaycanda, Bakıda, Gəncədə, Şamaxıda və digər şəhərlərdə olmuşdur. Şamaxı ilə bağlı bir sıra rəsmlər çəkmişdir. Şamaxı rəqqasələri, Şamaxılı sazəndə və s. Rəssam həmçinin Şamaxıda zəngin bir evin interyerini təsvirini vermişdir. 17-ci əsrdə Şamaxıda ictimai hamamın interyeri əsərində rəssam hamamın gözəlliyinin və dekorativ zinətlərini göstərmişdir. Şamaxı dağıntıları, minarənin dağıntıları, Xan sarayının daxili, incəsənət əsərləri yarandığı dövrün hadisələrini, insanların məişət və mədəniyyətini əks etdirən sənət. Rus rəssamı Knyaz Qaqarin Qriqori Qafqaza həsr olunmuş əsərlərində yurdumuzu insanların həyat tərzini təsvir etmişdi. O həm də memar kimi fəaliyyət göstərmişdi. Tiflis şəhərində Sioni məbədi onun layihəsi əsasında tikilmişdi. 1859-1870-ci illərdə Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olan sənətkar incəsənət tədqiqatçılığı, monumental rəngkarlıq, memarlıq və kitab illüstrasiyası sayəsində müxtəlif dəyərli əsərlər yaratmışdır. İstedadlı rəssamın yağlı boya, qrafik və akvarel işlədiyi təsvirlər Rus muzeyi və Tretyakov qalereyasında saxlanılır.